Onun hərəkətləri, davranışları sübut edir ki, bu 21-ci əsrin diktatorudur. Daha dəhşətli diktatorudur. Daha amansız diktatordur. Daha amansız qan içəndir. Bunun üçün insan ölümü, insanın axıdılan qanı bunun həyat tərzidir, yaşam tərzidir. Bu onunla qidalanır, bu onunla ruhlanır və özünü daha yaxşı hiss edir. Deməm mümkündürsə, o vampir düşüncələrini dövlətlər arası və beynəlxalq münasibətlər sisteminə gətirib onu tətbiq edən bir insandır. Vampir kimi özünü aparır, belə deyək. Qan içir. Hamilə qadın stolun üstündə bombalanırsa, yer öldürülürsə, qan akıdılırsa, uşaq bağçası, körpələr, fidanlar, heç bir günahı olmayanlar raketlə vurulub, öldürülürsə, məktəblər, səy ocaqları, insanlar yatdığı yerdə, öz balası ilə, övladı ilə dincəldiyi bir yerdə raketlə vurulub, 7 parça edilirsə, bunun adı nədir? Vampir deyil, nədir bəs? Bu diktatorun ən dəhşətli, ən belə, necə deyəlim, belə ifadə də tapmaq mümkün deyil formasından biri və görürük ki, Putin həqiqətən xəstədir. Ən vəhşiləşmiş forması. Xəstədir. Yəni, normal düşüncə sahibi bunu etməz.